Ya Allah, salavat diye Muhammed'e mescitte eyleşen şəxslərin də ölənlərin ruhuna salavat diyor. Kərbala şəhidlərinin də haqqında salavat diyor. Məscid dövrəsində xidməti olub, ikincisində zəhməti çıxılan şəxslər mərhum Məhəd Müştət Şirin Allah'ın Azşanın dövrənlərin ruhuna salavat deyir. Öz valideynlərimizin gözəl axşamda Ramazanın qiyməti olmayan gecələrindən biridir. Öz valideynlərimizin salavat deyir. Tərtibə uyğun olaraq mən belə qərarlaşdırmışıq ki, biz avval məsələ işhəlilərdən biraz söhbətlər, sonra bu proqramı inşallah. Sual edilər ki, bu iftar və imsak haqqında hansı təqvimə rəayət edək? Təqvim budur ki, məsələn, kimin bu səhər kanalına, belə desək, İranın səhər kanalına, kimin ona tutmaq qabiliyyəti var, o kanalı. Elə onlardan öyrənə bilir. Onlar deyirlər, hər şəhər üçün, Əl-Bayramın üçün də deyirlər, Lənkəran üçün də deyirlər, Qubay üçün də, Naxçıvan üçün də deyirlər, səhər kanalını hər gün. Deyirlər, indi məsələn, sabahki imsak vaxtı təqribən 20 dəqiqə qalmışdır bir şəhər. Bilədiniz. Bunu hər gün dəyişirəm, mən deyəmərəm bu vaxt. İftar vaxtı da təqribən 10 yaxşı olacaq. Sabahki bir olacaq. Birdən o adamlar ona dəstəkləsi çata bilir, imkanı yoxsa, deyə bilərlər, Qarsavad hüquqünə dəstəklər. Hüquq vaxtından başlayaq. Hə, bəli. Elə sübhü də deyirlər, dolar, sübhü də deyirlər. Hər şəhər üçün, həm iftar vaxtını deyirlər. Gün üçün, sabah üçün də, bugün sabah sayılır artıq. Gün üçün təqribən 5-ə 20 dəqiqə qalmış. Artıq imsak. O başı vaxtından. Bəli, Əl-Bayramın vaxtından. Əl-Bayramın vaxtından. Bakı vaxtından biraz tezdir. Belə olmalıdır. Bu bir gündən düzəlmiş ki, gərək onu sizin öz olaraq artıq. O da şeydir. Çünki bizdə qabaqlar təqvim var idi, o təqvim desək doğruydular. Kərqala deməsi, sabah-sabah xəbər çıxıb ki, sabahdan bir 10 dəqiqə sonra azanı verək, yeməyimizi deyək. Bilirsən, o Qarsavadla bizim aramızda 10 dəqiqə yox, 4-5 dəqiqə fərqi var, çox yox. 4 dəqiqə. Ondan görə də onlarla biz açıb bağlaya bilərik, xeyrimizə bilirsin. Yəni, gəz gec olar, nə olsun? Biraz tez olar, biraz tez olur, imsak. Yəni, biz belə 4 dəqiqə tez bağlayaq. Biraz da gec açırıq aslında. Onun işgalı yox. O ki, şəkkə düşməkdən, xataya düşməkdən yaxşı elə olur. O da yaxşı var. Sağ olsun. Salavat deyə Muhammed Müslimlərin səsinətlərdir, verir yoxsa yaxşıdır. Şeydən sorulurlar ki, aya niyyət dərəbər Mah Ramazan qalmayaz, insan Ramazan ayının əvvəlində bir aylıq niyyət eləsə kifayət edirəm, etməz. Cavab verir, pasok bəli, əgər dərşər əvvəl Ramazan niyyət məkiblər ayı imtisal və əmr ilahi 25 mahirə ruzə müzgirəm, kifayət mütləq. Adam elə Ramazanın ilk günündə niyyət edir ki, bu ay Allah imkan versə əvvəlat olurlar, o 4 ay üçün kifayət eləyərlərində. Və əhvə tanəsi ki, qəşəngi amma odur ki, hər şərt həm niyyət ruzi bərqarar etmək, hər gecə, yəni o başdan duranda sabahki günün orucunun niyyətini ilə səmat etmiş olur. Birdən bütöl biləsi olur, heç işgalı yox. Deməli, Xurşid, məqsəd az Buxarəliyiz ki, mübtili ruzəniz kimi Buxarəliyiz. O, orucu batil edən qəliz, deməli, dost və ya tüstü ki deyirlər,
onda məqsəd nədir? Necə olur təmiz buxar, ya, toz? Onu necə alınır? Hansı formada olanda o batil yer olur? Sual verir, amma buyurun. Məqsud buxar yəni ki, manən dul dərs və az nəzdik gidə bir şey var. O buxar, o toz ki, o təqribən tüstük, qalın tüstük kimidir və yaxından görkər. Yəni, yaxında elə görkər. Adamın yanında o qədər qalın olar ki, yaxından görkər. Aleykəssalam. Və o buxar əgər müştəmil bir zərrat alməz, o buxar əgər o qədər qalın olar, qalın olursa onun su zərrələri çox olur. Elə olsa, məsələn, manən buxar səmavar dərhal uçmuş edən, məsələn, səmavar qaynayan halda buxar keçir ondan, onda onu adam uçsa, o orucu batil edir. Amma buxar daxili hammam məmuru mani edir. Amma hamamın içində buxar olar, o buxarın heç bir işgalı yoxdur. Hamamın içində, çünki onun o qədər su zərrəcikləri götürmür o buxar. Seyrək olur, içində su zərrəciki olur. Amma buxar o qədər qalın olar ki, onun içində su zərrəciki çox olar, o orucu batil edir. Ya tozun içində o qədər zərrəcik olar ki, adam hiss eləyər torpaq getdi adamın nəfəsinə. Ya hiss eləyər tüstü qalın olar, görkə yaxından. Burası yaxından görkmək onun əlamətidir. Qorsel, sual edirlər, hökm kəşidən dəndan ya cərrahi ilə seyr və dəndan ki, baisi unrizi bir şəvə. Oruçluq ayında dişi çəkdirmək və dişi müalicə etdirmək, daha doğrusu çənəni müalicə etdirmək, dərhal ruzə çiz, oruç tutan vəziyyətdə nə cürdür hökmü? Cavab verir, parasuq əgər çiz bir həlqdir bunlərəvət və ruzə zərərinə darır. Əgər bu əməliyyatlar zamanı insanın həlqinə, hülqumuna bir şey getməsə, işgalı yoxdur. Bəzi müşriklər deyirlər, amma məxluqdur, olmasa yaxşı. Sonra təqlid barəsində bir neçə şəri sualdan deyək, ana cavab verir ki, Qorsuz, əgər şəxsi tayyibuz əz müstəhid təqlid nəkərdir, vəli vacibat emisli namaz və ruzəra bir bəcardır. Bir adam bu günə qədər müştəhiddən təqlid eləmir, heç bir müştəhidlər. Bizim çoxumuz elələr, bəzilər. Eləməyib, amma vacibatı yerinə yetirir, namaz doğrusu. Evruz müstəhid və rəli təqlidlərimiz idərs, bugün bir gün çıxıb ortalığa gəlib bugün müştəhid tapıb özünə, bəyənib, seçib, təqlid eləmək istəyir. Təqlid bir əmalı quzəşdə o çək bu nəsə, onun keçmiş əməllərinin təqlidi nə cür olacaq? Daha çox saxtıman bidun pərvanə və mücəbbiz qabil təxrib əs. Bir tikinti ki, o çertiyoşsuz olsa, onun tikilməyi səbəb ola olsun. Əməl də müştəhidsiz olsa, uça bilər əməl. Məgər o ki, sahibi xanə, on quni mənzillə tərbağı kəlbə başaq. Təsadürün xanə ilə o tib müqərrat məsulun şəhər saati. Məsələn, birdən evi sənətsiz tikən adam, çertiyoşsuz tikən adam, elə bir qabiliyyətli adam ola ki, təsadüfən elə tikə ki, o sənədə olmasa da, çertiyoşlu olmasa da, elə sonradan gəlib baxalar verir, düz tikirsən. Elə olsa, o sökməyə ehtiyac yoxdur. Əgər insan müştəhidsiz təqlid edirsə, birdən sonradan təqlidsiz əməl edirsə, sonradan təqlid edirsə, baxıb görsə, namazı elə düz qılır, dəst namazı düz alır, dəharəti düz edir, təqlidi olmasa da. Onun əməlləri düzdür inşallah. Onun əməlləri düz sayılır. Orada heç bir batil əməl, yəni o yoxdur. Olar ki, onu elə biz davam edirək. Mən də salavat deyəm Muhammed Aləm. Gəlin, şikayət edirəkən mən də inşallah. Bir dənə də mühüm məsələ var, arasına verək qoymuşdum. O da Quran okuyanlara aid soruşdu, ayında istəyirəm onu deyəm. Sonra keçərdim o izləyəm inşallah. Qursiş, aya qələtxandan Quran dərmah-ı mübarək Ramazan ruzərə batil mükunət ya xeyr. O, deməli, əməqlı, diqqət elə inşallah, sən də Quran okuyursan adam. Deyək ki, oruçluq ayında Quranı qələt okumaq, orucu batil eləyən ya yox. İşləyiklər sual bilir. Daha buyur ki, xeyr. Batilləməz. Ruzə batilləmiş olur. Bəli, sən Qurana səhid var. Amma çalışsın, sən eləsin, Quranı düz olur. Orucu batilləməz. Qurşeş,
روزه‌ای که sen sənətindən روزه‌ای که به عنوان زبان حال خوانده می شود یا اشعاری که معمولا زبان حال است آیا مبتل روزه است یا نه o روزه‌lər ki var məsələn o زبان حال üçün oxunur məsələn imamın dilindən deyilir belə imamın vəziyyətindən danışır övladının ya özünün bu hallarda oxunur rozelər bunlar necə olar əgər birdən imamın başına o cür gəlməyir məsələn deyək ki o hadisə biz deyil bu halda Ayətullah Mütəhəri Allah rəhmət etsin deyir Həzrət İmam Hüseynə Allah tövfiq versə dünyaya gəlsə bizim roza kitablarımızda yazılanlar olsa deyər bunların çoxu mənim başıma gəlir siz məhəbbətdən yazırsınız bir parçıq əgər münasibət daşda başət be imam nisbət nədəhəm mübtil نیست indi çarəsi nədir? Bu batıllıqdan qurtarmaqdan yolu əgər İcminan bir səhət olana da vardır. Əgər bu hadisələr imam haqqında roza oxuyanda deyir, onun səhiyliyinə özünün yəqinliyi yoxdursa, orucunun batıl olmağının qurtarmağın yolu odur ki, nam-ı kitab-ı və onlara nəql tərdə verirəm. O adamlar ki, bu hadisəni nəql edirlər və ya kitabdan desin, kitab sahibi belə olur. Ulan kitabın sahibi. Canı qurtarmaq üçün bizə desin ki, oruc batıl olmasın. Yapılan şair belə deyil, yapılan müəllif belə deyil, onda inşallah orucu batıl olmaz. Salavat deyən Muhammed. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Sümme ve salatu ve selamu ala seyyidina ve nebiyyina Abil Qasim Muhammed sallallahu aleyhi ve sellem. أجمعين من الآن إلى يوم الدين قال الله الحكيم بمحكم كتابه كتب عليكم الصيام كما كتب على الذين من قبلكم ولعلكم تتقون Allah Taala buyurur ki orucu mən sizə vacib elədim كتب عليكم الصيام يا أيها الذين آمنوا كتب عليكم الصيام Təfsir sahibləri deyirlər ki, nə üçün Allah ya eyyuhəl-ləzinə deyir burada? Ya eyyuhəl-ləzinənin mənası bilirsiniz nədir? Yəni, ey iman gətirənlər. Allah bir neçə ifadə, müraciət forması işlədi Quranda insanlara. Biri ya eyyuhəl-nasdır, biri ya eyyuhəl-ləzinə amenudur, bir var ey cəmaat deyir, bir var ey möminlər deyir. Ey möminlər deməkdə məqsəd nədir? İki məqsəd var, təfsir sahibləri deyirlər. Bu orucluğun vacib olmağın bəyanından qabaq, Allah müraciətdə möminlərə edir, ünvan mömindir. Deyirlər ki, bunun bir xas xüsusiyyəti nədir? Xas xüsusiyyəti budur ki, burada bir xas xüsusiyyət var, bir ümumi, xüsusiyyət bir ümumi cəhət var. Deyirlər ki, xüsusi cəhət odur ki, Allah Taala möminlərə bu şamil olduğuna görə, yəni oruçluq ağır, çətin, cihada bənzər bir şey olduğuna görə, Allah bunun ünvanı ancaq möminlər bilir. Yəni, möminin imanı, iradəsi, əsmi bu işin öhdəsindən gələ bilər, qeyri-möminin yox. Ona görə Allah təbii ki, elə möminə müraciət eləsin. Çünki bu oruç nə alır ki, mömündür? Nəfsindən cihad, nəfsin kontrolləmə,